Qələbəyə çox yaxın idik, amma sonda hesabı bərabərləşdirməyə bacarır Şotlandiyalı futbolçular. Ağır oyun idi, amma bir idmançıya, bir futbolçuya yaraşmayan şəkildə Şotlandlar bugün bizə qarşı mübarizə apardılar. Qol vurarkən qolu sevinməyə əvəzinə bizə qarşı edilən jestlər. İndi sakitləşməli uşaqlar. Onsuz da onların 2 qırmızı vərəqəsi var. Oyunu izləyənlər bizi də gördü, onlar da gördü. Sayca daha çox olmalarına baxmayaraq, daha doğrusu öz klublarına daha çox forma giyməklərinə baxmayaraq, bugünkü oyunda peşkar futbolçuya yaraşmayan şəkildə davrandı Şotlandiyalı futbolçular. Baxırıq yadda qalananlara. Bax burada həm qapçı, həm müdafiəçilər, bir futbolçu, bir qapçı, bir peşəkar idmançı qol sevincini bu şəkildə bayram etməməlidir. Ayıb olsun, en azından öz tərbiyəsizliklərini göstərdilər. Şotlandiyalı futbolçu Xəyal Əliyev də sonda təəssüf ki, qırmızı vərəqə görür. Sağolaşırıq, vaxtımız bitir. Hər halda bundan sonraki oyunlarda 21 yaşlarımıza və Rəşid Eyübovu uğurlar arzulayırıq. Yaymur rejissoru Elçin Mehbalıyev, şərhçiniz